Yeni Trendyol'dan qazan dəsti almışam. Gəlin birlikdə baxaq görək necədir. Qazan dəstinin Perotti markası. Baxın, nə gözəldir. Baxın, sağlam şəkildə də gəlibdir. Çox beğendim. Bu 20 santimlik dərin pəncərəsi qazana. Nə gözəldir. Super, çox beğendim. Özü də ağırdır, onda deyim ki. Qalınlığı da yerində. Bu 24 santimlik dərin qazanın, yəni tavası gedir əslində bu. Gözəl. Çox keyfiyyətli, super. Çox beğendim həqiqətən də. Yəni almağa dəyərmiş. Onu da deyim ki, bu hissələri ahşap, yəni deyildi, taxta deyil də, bəlkə silikondur. Mən silikon hiss edirəm. Qazan dəstlərinə bayıldım, super. Daha bir qapağı. Çox gözəl paketləndilər. Baxın, hamısı sağlam şəkildə gəlibdir. Bayıldım. 26 santimlik böyük tavası. Güzel. Bir de qazanları sizə belə göstərim. 24 santimlik dərin qazana, 24 santimlik tavası qapaqlıdır. 20 santimlik balaca qazana qapaqlıdır. 26 santimlik böyük tavası və qapaqsızdır. Hamısı da çox keyfiyyətli gəlibdir. Linklərini isə öne çıxanlarda sabitləyəcəm və storydə bölüşəcəm. Belə də yaxından göstərirəm. Görün necə sağlam şəkildə gəlibdir. Çox gözəldir, çox mən çox bəyəndim. Hamısı da sağlam şəkildə gəlibdir. Yaxından da sizə belə göstərirəm. Baxın necə gözəl görsənir. Gəlin baxaq görək qazın üzərində necə görsənir. Çox gözəl görsənir. İndi fikir verirəm çaydanımla dəst oldu. Onu da deyim ki, qazanların dərinliyini çox bəyəndim. Çox dərin qazanlardır. Qazanlarımı bəyəndinizsə videomu like etməyi, rəy yazmağı unutmayın. Hələlik.